3 dekabr üçün bürclərin pul və uğur proqnozu belədir. Qoç, maliyyə məsələlərində ehtiyatlı olun. Ani xərclər sizi çətinliyə sala bilər. Yeni iş fürsətləri isə kiçik gəlirlər gətirəcək. Buğa, bu gün kiçik qazanc və mükafatlar əldə etmək üçün əlverişli gündür. Planlı hərəkət uğuru artırır. Əkizlər, yaradıcı ideyalar iş və maliyyədə əlavə gəlir gətirə bilər. Riskli yatırımlardan uzaq durun. Xərçəng, gəlir mənbələrində stabillik gözlənilir. Səbr və diqqət uğuru artıracaq. Şir, karyera sahəsində yeni fürsətlər pul və uğur gətirəcək. Əsas diqqət öz təşəbbüsünüzdə olsun. Qız, kiçik adımlar böyük fayda verə bilər. Büdcəni düzgün idarə etmək vacibdir. Tərəzi, maliyyə məsələlərində gözlənilməz müsbət hadisələr baş verə bilər. Fürsətləri qaçırmayın. Əqrəb, pul sahəsində diqqətli olmaq lazımdır. Amma uzun müddətli uğur üçün planlı hərəkət şərtdir. Oxatan, yeni layihələr uğur gətirə bilər. Amma riskləri diqqətlə dəyərləndirin. Oğlaq, səbr və planlı hərəkət nəticəsində maliyyə və uğur əldə etmək mümkündür. Dolça, dostlardan və yaxın çevrədən gələn dəstək maliyyə sahəsində müsbət nəticələr verəcək. Balıq, yaradıcılıq və yeni ideyalar pul və uğur gətirə bilər. Lazımsız xərclərdən uzaq durun.